Biz Yevlaxdan gəlirdik. Gələrkən gördük ki, yolda yol nəqliyyat hadisəsi baş verib. Ford markalı maşın gedib. 2 nəfər, yəni Fordda olan adam çırpılıb maşına. İnsan ölümü bu yollarda nə qədər olur ki? Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Mediazın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Ucar rayonunun Ramal kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kamaz markalı yük maşını ilə Ford markalı yük maşını toqquşub. İlkin məlumata görə qəza zamanı 2 nəfər hadisə yerində həyatını itirib. Biz Yevlaxdan gəlirdik. Gələrkən gördük ki, yolda yol nəqliyyat hadisəsi baş verib. Biz də saxladıq maşınımızı, keçdik bu yüzden bir köməkliyimizi bildirdik. Mişar daşı Pirsef Kamazla aparan adam, yəni dalıcan Ford markalı maşın gedib. 2 nəfər, yəni Fordda olan adam çırpılıb maşına. Yəqin ki, ölüydü. Biz də öz köməkliyimizi bildirdik. Fövqəladə halların komandası ilə köməklə edib. Biz də yəni bir vətəndaşlıq borcumuzu yerinə yetirdik ki, kömək elədik ki, oradan çıxardıq. Qəzaya səbəb nə ola bilər? Qəzaya səbəb yolun işıqlanması, sürət də ola bilər, yolun işıqlanması da ola bilər. Bizim yollarda çox qaranlıqdır. Xahiş edirəm bu işıqlanmaya bir dənə bu yol nəqliyyat nətər deyirlər, nümayəndələr fikir versinlər. Yolda işıqlanma yoxdur. Ya bu tez-tez olur hadisə. Bəli, tez-tez olur. Bu insan ölümü bu yollarda nə qədər olur ki? Bu insan canından baha deyir ki, bu işıq. Xahiş edirəm bu yolun işıqlanmasına bir dənə fikir versinlər. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsadov, Əlibala Əsgərov xüsusi olaraq Dinas TV üçün.